Tamam, siz dediyiniz məsələ 99% halda yəni olmayan bir şeydir. Yəni elə bir ana mən yəni yadıma gələndə yəni gördüyüm məsələlər deyirəm. Yəni istər-istəməz o anlar olur da, yəni uşağa təsir edən anlar olur. Biri var anlar olur, biri var uzun müddətli proseslər olur. Hə, davam edən proseslər. Bəli, davam edən proseslər. İndi həyatdır, ailələr olur ki, ancaq ideal olmur da belə deyim də, münaqişələrlə keçir günləri. Ola bilsin ki, ər-arvad arasında hətta nə qədər döyülən hamilə qadınlar var. Yəni. Nə qədər belə güclü stres keçirən hamilə qadınlarımız var. Var onlar. Ailə münaqişələri artıb və onlar hamısı uşaqların psixologiyasına, həyatına böyük təsirlər göstərir. Çox böyük təsir eləyir və o uşaq deməli elə uşaqlar var ki, erkən yaşlarda onu büruzə verir. Elə uşaqlar var ki, yeniyetmə dövründə artıq o təzahür eləyir və aqressiv olur, söz demək olmur, hirsli, hikkəli olurlar, hətta məsələn evdən qaçan olur, valideyninə qarşı aqressiv fikirlər bildirən, münasibətdə olan olur. Yəni əslində bütün hallarda yenə də insan beyni ana bətnində formalaşan vaxtı birinci deyirsən ürək inkişaf edir orada, sonra digər orqanlar və insan beyni formalaşan vaxtında və ümumiyyətlə bütün 9 ayın dövründə gərək uşaq gözləyən analar, hamilə qadınlar o qədər yaxşı bir dövrü keçirməlidirlər ki, həmən o 9 ayı uşaqları xoşbəxt olmağa istiqamətləsin. Yəni, burada yenə də ana özü, hətta bayaq dediyim kimi, qaynananın özü, həyat yoldaşının özü belə öz uşağının həyatını rol oynaya bilir. Nənələrimiz, babalarımız burada deyən rol oynayır. Genetik kodlar var. Genetik kodla bir sıra məlumatlar gəlir. Yəni, burada mənim doğum tarixini hesablayanda, orada hətta genetik kodu da göstərir. Ulu nəslini də göstərir. Təxminən nə ilə məşğul olub. Bildinizmi? O da eyni zamanda insanın taleyində rol oynayır.